Əziz izləyicilər, hər birinizə salam. Söz verdiyim kimi sizinlə bundan əvvəlki videonun rəy bölməsində funksiya mövzusu haqqında belə deyim, qaydalar istəmişdiniz imtahan üçün. Mən bu videoda sizinlə 20 və 27 apreldə 9-cu siniflərin buraxılış imtahanına düşə bilən funksiya qaydalarını, funksiyaya aid sual tiplərinin izahlarını paylaşacağım. İlk öncə ümumilikdə danışacağım. Yəni ümumilikdə funksiya haqqında danışacağım. Mən sizə dərsi izah etməyəcəm. Dərs izahı kanalımda var, əldə edə bilərsiniz. Amma hansı tip suallar düşür, harda necə davranmalıyıq, nəyi istəsə nəyi tapmalıyıq, bunların hər birinə toxunacağıq. Deməli, funksiya dedikdə, məsələn, bizim qarşımıza çıxan sual tiplərindən başlasaq, məsələn, ilkin olaraq bizə bu tip sual çıxa bilər ki, fx bərabərdir 2x üstə gəl 7, f məsələn 4'ü tapın. Bu zaman çox sadə bir şəkildə x-in yerinə 4 yazıb, belə yazırıq. Harda x görürük, yerinə 4 yazırıq. 2 vur 4 üstə gəl 7. Bu şəkildə həll edərik, 15 alarıq. Bu bir tip sualımız, birinci tip sualımız. Və daha sonra bizə belə deyə bilər, bildiyimiz kimi keçən imtahanda düşmüşdü. Məsələn, bizə deyər ki, həmin bu funksiyanın, nöqtələrdən hansı bu funksiyanın qrafikinə aiddir. Məsələn, bizdə o zaman deyər ki, tutalım variantlarda 4, 15 cütü, 1, 7 cütü və bu şəkildə siz x-in yerinə 1, y-in yerinə 7 qoyaraq, əgər bu nöqtə bu funksiyanı ödəyirsə, yəni x-in yerinə 1 yazdıqda y-i 7 alıramsa, deməli bu nöqtə bu funksiyanın üzərindədir. Başqa, məsələn, bunları deyək. Deyir ki, bizə deməli ox oxu ilə kəsişmə. Əgər ox oxu ilə kəsişmə deyilirsə, bu zaman bu funksiyanın x-i var, y-i isə 0'a bərabərdir. Yəni, fərq etmir. Hansı funksiyadan söhbət gedirsə, x-in yerinə x var, y 0'a bərabərdir. Məsələn, bizə deyir ki, y bərabərdir ax kvadrat üstə gəl bx üstə gəl c və yaxud da bunu ədədlə də ifadə edə bilərik. Tutalım 2x kvadrat üstə gəl 7x üstə gəl 12 funksiyasının ox oxu ilə kəsişməsi. Ox oxu ilə kəsişmə deyirsə, deməli sadəcə bunu y-i silib yerinə 0 yazarsınız. Bir sözlə 2x kvadrat üstə gəl 7x üstə gəl 12-ni 0'a bərabər edirsiniz. Bu şəkildə və diskriminantla həll edib nöqtələri tapırsınız və qeyd edirəm, açıq sual olarsa, tutalım x1'i tapdınız. Bir də açmaq istəmirəm, çünki ifadənin özündən yazdım, ola bilər ki, səhv alınır. Məsələn, x1 oldu 5, x2 oldu -3 və bu zaman siz yazırsınız, bizə deyir ki, ox oxu ilə kəsişmə nöqtələrini qeyd edin və yaxud da kəsişmə nöqtələrini tapın. Yazacaqsınız 5, 0 və -3, 0. Yəni, bunu yazmaq şərtidir və mütləqdir. Yəni, tam bal üçün, məsələn, olar ki, açıq sual olar və yaxud da variantlarda bunu axtarmalısınız. Əgər bizə desək ki, oy oxu ilə kəsişmə, baxın, o x absisdə deyər, absis x. Baxın, bir-biri ilə uyğunlaşdırıb, əgər qarışıq salırsınızsa, bu şəkildə yadınızda saxlaya bilərsiniz. Absis x. O y isə ordinat oxudur. Y oxu, ordinat oxu, o y oxu bu şəkildə adlandırılır. O y oxu ilə kəsişmə nöqtəsi dedikdə görüldüyü kimi y var, x 0'dır. Baxın bu şəkildə. Yəni bizim axtaracağımız nöqtə 0y nöqtəsidir və y-in yerində hər hansısa bir ədəd ola bilər. Bu şəkildə. Daha sonra, yəni, məsələn, bizə deyər ki, y bərabərdir kök altında. Əvvəlki illərə düşən suallar üzərində izah etməyə çalışıram. Elə onları yazacağım. Y bərabərdir kök altında x üstə gəl 11 ifadəsində. Məsələn, deyir ki, 5b nöqtəsi bu funksiyanın qrafikinə aiddir. B-nin hansı qiymətində? Bizə deyir, B-nin hansı qiymətində? Baxın, bu nöqtə bu funksiyanın qrafikinə aiddir. Deməli, bura x-dir, bura y-dir. Gətirib y-in yerinə b yazıram, x-in yerinə 5 yazıram. 5 üstə gəl 11. Cavab olacaq kökdə 16 və buradan da 4. Deməli, B-miz 4 qiymətində bu funksiya, daha doğrusu bu nöqtə bu funksiyanın qrafikinə aid olacaq. Sonra, yəni, hər bir halda bizə deyər ki, məsələn, 2, 7 nöqtəsi bu funksiyanın qrafikinə aiddir. Tutalım verər mx üstə gəl
4 y bərabərdir 18. Deyək ki 2, 7. M-in hansı qiymətində bu nöqtə bu funksiyanın qrafikinə aiddir, qrafiki üzərindədir. Bu nöqtənin qrafik bu nöqtədən keçir. Şərtləri deyirəm, yəni bu şəkildə çıxa bilər. Və yaxud da deyək ki, bu nöqtə dediyimiz kimi bu funksiyanın qrafik üzərindədir və yaxud da bu nöqtə bu funksiyaya aiddir. Ödənir. Və bu şəkildə sözlər deyə bilər. O zaman x-in yerinə 2, y-in yerinə 7 yazıb buradan y-i, m-i tənlik kimi alırsınız. Bir də göstərim sizə. Y bərabərdir kx üstəgəl b şəklində. Məsələn, y bərabərdir 2x üstəgəl 13. Bu bizim deməli xətti funksiyadır. Xətti funksiya və xətti funksiyanın deməli, bucaq əmsalı 2-dir. Həmişə x-in əmsalıdır. Əgər burada görsəniz ki, yazılıb 2y bərabərdir 2x üstəgəl 13, bizdən əgər bu funksiyanın deməli, məsələn, bu şəkildə verilir. 2y bərabərdir 2x üstəgəl 13. Bu funksiyanın deməli, bucaq əmsalını soruşur. Nə edirik? Bu şəkildə mən 2 deyə bilmərəm. Niyə? Çünki, baxın, bu halda olmalıdır. Y tək qalmalıdır. O zaman hər tərəfi y-in əmsalına bölürəm. Yəni 2-yə. Y bərabərdir x üstəgəl 6,5. O zaman deyirəm ki, bunun bucaq əmsalı 1-dir. Bu şəkildə. Daha sonra funksiyanın növlərindən danışırdıq. Məsələn, xətti funksiyalar y bərabərdir, tutalım elə yazacağım 2x üstəgəl 13. Y bərabərdir x kvadratı üstəgəl 7. Bu kvadratik funksiyadır. Yəni, əgər kvadratikdirsə, məsələn, 3 bölünsün x-dirsə, bu y bərabərdir 3 bölünsün 2 üstəgəl 10 yaza bilərəm. Tərs mütənasib asıllığı funksiyasıdır. Daha tərs mütənasib asıllığın tənliyidir. Daha sonra modullu. Amma y bərabərdir x bölü 3 üstəgəlin, bu da xətti funksiyadır və bunun bucaq əmsalı 3-də 1-dir. Bu şəkildə. Keçək əsas hissələri demək istəyirəm. Bunlar bildik. Bunların hamısına bircə dəqiqə qeydlərimə baxım. Yəni, bunlar da deyək, ən əsas hissələr. Funksiyanın qiymətlər çoxluğu. İndi təyin oblastını, qiymətlər oblastını deyim, qiymətlər çoxluğunu və yaxud da qrafiki çəkirəm. Əsasən bizə kvadratik funksiyanın qiymətlər çoxluğu soruşulur. Mən sizə qrafiki çəkəcəm və belə. İndi bircə dəqiqə çəkim. Gördüyümüz bu funksiyanın bizdən qiymətlər çoxluğunu soruşur. Qiymətlər oblastını soruşur. Unutmayaq. Qiymətlər oblastı, baxın, buradan, yəni ki, y oxunu harda kəsirsə oradan başlayır. Məsələn, baxın, buradan yuxarı olacaq. Bəs bunu necə tapırıq? Baxın, bu hissədən yuxarı olacaq. Harda gəlib, əgər y oxunu kəsirsə, qiymətlər, baxın, buradan başlayır. Bəs bura nədir bizə? Bura n verir. Bəs n nədir? Gəlin ilk öncə n nədir? N haqqında danışaq. N bərabərdir 4ac çıx b kvadratı bölünsün 4a düsturudur. Bu düsturla biz nələri tapırıq? Ən böyük qiymət, ən kiçik qiymət, sonra bunlar haqqında danışacağım. Qiymətlər çoxluğu, qiymətlər oblastı və yaxud da qiymətlər çoxluğu deyirik ən əsasən. Və bir də tapırıq təpə nöqtəsinin ordinatını. Belə, bunları tapırıq bu düsturla. Baxın, sadəcə bu düsturla yuxarıda müətərizənin içərisində qeyd etdiyim hər birini tapırıq. Bu düstur çox vacib düsturlardan biridir funksiya üçün. İndi məsələn, mən bu düsturla n-i tapdım. N bunun nəyidir? Baxın, parabolanın, hansı ki parabola və hansı da parabola budur bildiyimiz kimi. Parabolanın təpə nöqtəsinin ordinatıdır n. Bunu n hardan gəlir? Gəlin bir də onu da yazım. Baxın, əslində y bərabərdir ax kvadrat üstəgəl bx üstəgəl c. Bu funksiyanın biz
bu funksiyada 4ac çıx b kvadratı bölünsün 4a düsturunu tətbiq edəndə bunu bir də belə verilə bilər uşaqlar. Tam kvadrata ayrılmış şəkildə. A x çıx m'in mötərizə kvadratı üstəgəl n. İndi baxın. Burada gördüyümüz bu n təpə nöqtəsinin ordinatıdır. Bu m isə təpə nöqtəsinin apsisidir. İndi m-ə keçəcəm. Hələ ki n ilə danışırıq. N-lə danışırıq. N-i hansı düsturla tapırıq dedik? Aşağıda qeyd etdik. 4ac çıx b kvadratı bölünsün 4a. Mən bu düsturla təpə nöqtə, deməli bunun qiymətlər oblastını tapıram. N-i tapdım. Tutalım ki 4. Deyirəm ki qiymətlər oblastı 4-dən müsbət sonsuzluğa qədərdir. 4-dən müsbət sonsuzluğa qədər. Və yaxud da bunu belə yazıram. N-dən müsbət sonsuzluğa qədər bu şəkildə yazmaq olar. Bəs düşünərik ki, bəlkə üzü aşağıdır qrafik. Əgər qrafikimiz üzü aşağı olarsa, diqqətlə baxaq. O zaman yenə n var. N var, amma bu mənfi sonsuzluqdan başlayır, yuxarı. Mənfi sonsuzluqdan n-ə qədər götürürük. Bu şəkildə. Tamam, çox qarışıq olmasın. Əslində buralar bir azca qarışıqdır. Düşünürəm ki, çox sistemsiz yazmadım. Bir daha üstündən keçərəm. İndi bu qiymətlər çoxluğu bu şəkildə tapıldı. Gəlin bir daha bunu aşağıda bir dəfə də qeyd edim və sizə daha bir də ətraflı izah edim. Könlümcə olsun. Düşünürəm ki, sonra qarşılıq olar. İndi bu bizim bir daha ətraflı izah edim. Bu bizim parabolamız və bu onun təpə nöqtələrinin koordinatı. Burada m. İndi bu bizə hansı şəkildə verilir? Dedik ki, fx və yaxud da y fərq etmir. Bərabərdir ax kvadratı üstəgəl bx üstəgəl c şəklində. Bu bəzən də uşaqlar tam kvadrata ayrılmış a vurulsun x çıx m'in kvadratı üstəgəl n. Burada gördüyümüz bu n təpə nöqtəsinin ordinatıdır. Baxın, bu n'dir. Bu m isə, baxın buradakı m'dir. Yaxşı. Bizə desə ki, bu şəkildə verilsə, desə təpə nöqtələrinin koordinatını tapın. Birbaşa yazacaqsınız m və n durduqları yerdə. Məsələn verilir bizə y bərabərdir x çıx 3-ün kvadratı üstəgəl 7. Deyirsiniz ki 3 və 7-dir. Mənfi 3 yox. Çünki düsturda çıxmadı. 3 və 7-dir. Bu tamam. Sonra dediyimiz kimi qiymətlər çoxluğunu dedik. N-i tapırsınız. Bəs yaxşı. Bu şəkildə verilməyib. Sadəcə bu şəkildə verilsə nə edirdik? Burada göstərdiyim kimi N-i tapırıq. N bərabərdir 4ac çıx b kvadratı bölünsün 4a düsturu ilə tapırıq n-i. Və daha sonra buradan qiymətlər çoxluğunu istəyərsə yuxarıda qeyd etdim uşaqlar. Qiymətlər çoxluğu deyirik n-dən müsbət sonsuzluğa qədər. Əgər a mənfi deyil müsbətdirsə, mənfi olarsa üzü aşağı olacaq. N-dən mənfi sonsuzluqdan n-ə qədər onu da göstərdim. Sonra və bu qiymətlər oblast çoxluğu haqqında danışdıq. Bir də var. Burada da bir m var. M nədir? Hansı ki bu m. M-ə keçmədən öncə bir dənə bitirək n-i. Uşaqlar, bizə deyir ki, funksiyanın ən böyük və ən kiçik qiymətini tapın. İndi nə vaxt ən böyük, nə vaxt ən kiçik qiymət olur? Ən böyük qiymət və ən kiçik qiymət hər ikisi eyni düsturla 4ac çıx b kvadratı bölünsün 4a düsturu ilə tapılır. Bəs bu nə zaman ən böyük qiymət olur və nə zaman ən kiçik qiymət? Onsuz da onu bizə tənlikdə daha düzü şərtdə verilir. Məsələn, bizə deyir ki, ən böyük qiymətini tap və yaxud da ən kiçik qiymətini tap. Necə tapırıq onu? Əgər a-mız, yəni funksiyanın qrafiki qolları yuxarıdırsa, bu zaman a deməli müsbətdir. Kvadratik funksiyadan söhbət gedir. Təbii ki, y bərabərdir ax kvadrat üstəgəl bx üstəgəl c funksiyasından söhbət gedir. Əgər qollar yuxarıdırsa, bunun hansı qiyməti var? Gördüyümüz kimi ən kiçik qiyməti var. Onsuz da sizə y bərabərdir 4x kvadratı üstəgəl 5x üstəgəl 7 verildikdə demir ki, bizə ən kiçik qiymət var. Bizə deyir ki, daha doğrusu demir ən böyük qiymət tap. Elə deyir ki, ən kiçik qiymətini tapın. Bu tamam. Ən kiçik qiyməti belə tapdıq. Deməli, əgər qollar yuxarısa, bu funksiyanın ən kiçik qiyməti var.
və yaxud bu düsturla tapılır. Bəs deyəcəksən müəllim, bu ən böyük qiymət nədir? Bəli, ən böyük qiymət də eyni düsturla tapılır. Necə tapılır? Əgər qollar aşağıdırsa, bu zaman A-mız mənfidir uşaqlar. Hansı ki bu A-dan söhbət gedir. Bu zaman bunun deməli ən böyük qiyməti var. Axı, mən buna ən kiçik qiymət deyə bilmərəm. Bu sonsuzluğa qədər baxın belə davam edir. Mən buna necə ən kiçik qiymət deyim? Ən böyük qiyməti var və yenə də bu düsturla tapılır. Məncə bura qədər aydındır. Qiymətlər oblasının tapılmasından danışdım. Və bir də təpə nöqtəsinin ordinatı bunu da dedik. İndi uşaqlar qayıdırıq bura. Bəs bizə başqa bir düsturumuz da var dedik. Bu hansı düsturdur? Yapışdıraq bircə dəqiqə bunu. Çünki yenə bununla danışacağım. Burada bir M-dir. M'dir. Başqa bir düstur da var dedik. Bu M və yaxud da X0. Bir də dostlar, bura bir də yaza bilərəm ki, deməli Y0. Eyni şeydir. Eyni. Çünki təpə nöqtənin koordinatları, baxın bura X0 da yaza bilərsiniz. Bilirsiniz bunlar niyə belə qarışıqdır? Çünki hər bir halda istifadə olunur. Bir adı yox, bir neçə adı var. Ona görə yəni mən sizə hamısını çatdırmaq istəyirəm. Funksiya çox mürəkkəb mövzudur. Yəni onun bir videoya əlbəttə ki, sığdırmaq olmaz, amma çalışdığım qədər hamısını deməliyəm və hamısı da bir-biri ilə çox əlaqəlidir. Uşaqlar, X0 M yəni mənfi B bölünsün 2A düsturu ilə tapılacaq. Bəs bu düsturla başqa nə tapıram? Deməli, artma, azalma aralığını bunda göstərəcəm. Və artma, azalma aralığını təpə nöqtəsinin apsisini, bir də uşaqlar simmetriya oxunu. Xəttini, simmetriya oxunu, fərqi yoxdur. Parabolanı. Dostlar, indi baxaq. İlk öncə artma azalma aralığı. Unutmayaq. Baxın, görürsünüz ki, funksiyanın qrafiki burada azalır getdikcə. Aşağı düşür axı. Gəlir bu minimum nöqtəyə, ən kiçik nöqtəni alır, azalır, gəlir ən kiçik nöqtəni alır və sonra başlayır artmağa. Buradan. Hardadır bunun sərhəddi? Hansı ki bu M nöqtəsində. Uşaqlar, və yaxud da X0-da. Ona görə bizə desək ki, qollar yuxarıdır, A müsbətdir. Bizə deyir, azalma aralığını tap. Qrafiki qəşəng çəkirik və deyirik ki, baxın bu mənfi sonsuzluqdan gəlir, M-ə qədər azalır. Sonra M-dən müsbət sonsuzluğa qədər qayıdır, artır. Bu şəkildə. Ona görə deyir, mənfi sonsuzluqdan M-ə qədər azalma aralığı və M-dən müsbət sonsuzluğa qədər artma aralığı bu şəkildə. Sonra təpə nöqtəsinin apsisidir. Bunu bilirik. Dedik axı, təpə nöqtəsinin koordinatı M və N-dir. Və yaxud da təpə nöqtəsi X0, Y0-dır. Hamısını bu şəkildə yazmaq olar. Hər iki halda çıxar dostlar qarşımıza. Ona görə hər ikisini yazmağa çalışdım. Və daha sonra artma aralığında dedik. İndi sonra təpə nöqtə və bir də baxın düz burada var bunun uşaqlar simmetriya oxu. Simmetriya oxu hansıdır? Yenə də bu düsturla tapılır. Baxın bu iki düstur, bir bu. Bunları qeyd kimi mütləq götürün, mütləq və bir də bu. Baxın hər ikisini mütləq dostlar qeyd kimi götürün. Bunlar bizə deməli təpə nöqtəsinin apsisini ortadan və istənilən halda bizə deyər ki, y bərabərdir 3x kvadrat üstəgəl 7x üstəgəl 12 funksiyasının ən kiçik qiymətini tapın. Yazacaqsınız test 4a çıx b kvadratı böl 4a. Bu şəkildə. Belə bir dəqiqə baxım görüm qeydlərimdən başqa bir şey qalmadı. Xeyr uşaqlar, deyəcəklərim bura qədər. Bunların hər birinə aid də Bildiğim funksiya dərsi ümumilikdə kanalımda var. İstəsəniz ona baxa bilərsiniz. Kim istəsə rəydə yazar. Rəydə linkini ataram. Onu baxa bilərsiniz. Və yaxud da bu qısa qeydlər mütləq, yəni funksiya böyük ehtimalla bu şəkildə düşəcək. Bir dənə qeyd edim bunu da. Baxın bu nöqtə ümumiyyətcə y oxunu kəsdiyi nöqtə uşaqlar. Burada x sıfırdır. Y isə burada S-yə bərabər. Yəni burada bu S-dir. Baxın hansı ki, baxın bu S,
burada kəsdiyi nöqtədir. Uşaqlar, hər birinizə uğurlar arzu edirəm. Bundan növbəti videom çalışacağım onu da bugün əlavə edim. Çevrənin tənliyinə aid olacaq. Çevrənin tənliyinə aid bütün qeydləri qeyd edəcəm. İzləsəniz, məncə çox bir şey qazanacaqsınız. Videonu bəyənməyi, rəy yazmağı, kanala abunə olmağı unutmayın. Bu da sizin mənə təşəkkürünüz olsun. Hər birinizə uğurlar arzu edirəm. Və imtahandan sonra izahlar, imtahan suallarının izahları ilk bu kanalda. İzləməni və bildirimləri açsaz ilk siz xəbərdar olacaqsınız. Hələlik.